tamaşaçıları nə gözləyir? Tamaşaçıları gülməli, duyğu dolu bir film gözləyir və düşünürəm ki, bu film inşallah, mən bunun ssenarisini komanda ilə bir də yazıb qutarandan sonra bəzi aktyorlarımıza oxutdum və dedim nəyi dəyişə bilərik, nə əlavə eləyə bilərik. İnanın ki, dedilər ki, heç bir şey əlavə eləməyə ehtiyac yox. Çünki zaten ssenari bir səfər dəyişməyə məcbur qalır. Amma bu filmdə dedilər ki, elə bir şeyə ehtiyac qalmadı. Və düşünürəm ki, hər rolu oynayan aktyoru da özü görəcəksiniz ki, elə öz yerindədir, öz qabındadır. Burada qız atalarının qızlarının böyüməsini qəbul eləməmək kimi belə çox maraqlı bir his var ki, qəbul eləmirlər ki, qızın böyüyüb, artıq evli yaşına çatıb. Həmişə mən analarla bağlı çəkirdim müəyyən şeylər, artıq ataları da qatdıq bu işin içinə və düşünürəm ki, qaynatalar, sizə qaynatadır. Yəni, Tərlanın işi daha çətindir, çünki həm qaynatadır, həm də kürəkəndir. İndi Murad İsmail, Ülviyə xanım, Günay xanım, Zaur bəy, Şamil müəllim, Ləman xanım, Elvira xanım, hamısı yəni ki, rolun haqqını veriblər. Məncə çox əla alınıbdır. Görüntülər yayılanda filmdən çox Ülviyə ilə Muradın eyni filmdə çəkilməsi müzakirə olundu. Bunu bilərəkmi elədiniz, yoxsa bu təsadüfən belə alındı? Təsadüfən deməyim də, amma düşündüm ki, onlarda olan o səmimiyyət, o necə deyim, bir-birlərini anlaması, başa düşməsi, indi mediada nə yayılır, nə yayılmır onu deyə bilmərəm də, amma o rollara məhz layiq idilər onlar. Yəni ki, onlar ər-arvaddılar deyə deyil, sırf bu rola layiq idilər deyə dəvət olundular və rolların da haqqından gəldilər. Tamaşaçıları nə gözləyir? Deyə bilməyəcəm, çünki özümə də sürprizdir. Filmi heç izləməmişəm. Ona görə çox həyəcanlıyam. Hər an hər şey ola bilər. Fərqli bir obrazdır, yoxsa baxanda deyirik ki, bu elə Ulyanın özüdür? Yox, Ulyanın özü deyil. Amma çox da fərqli də deyil. Əslində, müsbət qəhrəmanlar çoxsa oxşar olur. Amma burada bir damcı fərqli bir şey görəcəksiniz. Çox az, çox az. Yox, mənfilik yox. Başqa bir... Demək istəmirəm, özünüz baxarsınız. Yeni nəsə var, başqa, bundan başqa yeni bir iş? Yeni bir iş film deyirsinizsə yoxdur. Bu arada qeyd edim ki, bu mənim ilk filmimdir. İlk qısa metrajlı filmim olub, amma tam metrajlı filmim ilkdir. Hələ ki seriallardayam. Amma inşallah bu mənim üçün bir yol açar, bir başlanğıc olar. Təklif necə gəldi? Təklif Valih bəydən gəldi. Deyim necə oldu, belə çox düşünmədim. Filmin senarisini oxumamışdım, yalan deməyəcəm. Oxumadan çəkilmişəm və bu bir ilkdir. Sadəcə məğzi dedi və ona görə də razılaşdım. Ata-qız mövzusu var idi deyə, atalar və qızları mənə maraqlı gəldi deyə okey verdim və çəkildi. Hardasa 3 ya 4 gün belə çəkilişimiz olub, amma gecəli gündüzlü bir çəkiliş olub. Ümid eləyirəm ki, bəyənər tamaşaçılar. Görüntülər yayılanda ilk Muradla olmağımız belə təəccüblü qarşılandı. Sosial şəbəkədə çox müzakirə olundu. Hər zaman olur. Ona görə normal qarşıladım. Murad keçən verişdə bir söz işlətdi ki, kim deyir ki, biz boşanmışıq? Bu haqda danışmaq istəyirsən? Yox, bu haqda danışmaq istəmirəm. Danışmaq istəmirəm.